Əxlaqsızlıq və qəbrin uzun əzabı. Əgər kişi evdə əxlaqsızlıq edərsə və öz yersiz və hədsiz tələblərini ailə üzvlərinə zorla qəbul etdirərsə, zoraki və zalımdır. Çox çəkməz ki, bu dünyada İslam qanunları vasitəsilə ədəblənər ki, qəbr əzabı da onun yolunu gözləyir. Qəbrin uzun əzabı. Əlbəttə, gözəl bilirsiniz ki, qəbr və qiyamətin sorğu-sualı bu dünyanın sorğu-sualından çox çətindir. Oradakı əzab o qədər güclü və şiddətlidir ki, bir dəqiqəsi belə dünyanın minlərlə ilinə bərabərdir. Elə buna görə də cəhənnəm əhli üçün bir dəqiqə qəbirdə olmaq bu dünyada 1000 il əzab çəkməyə bərabərdir. Həzrət Ayətullah Hüseyn Məzahiri Ailə səadətinə necə nail olaq kitabı.